Bugün dövlət başçısı İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verdi. Bununla da ölkənin inkişafında yeni mərhələ başlandı. Prezident İlham Əliyev 22 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına nail olunub. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordu yaradılıb, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bugün regionda reallaşdırılan bütün beynəlxalq iri miqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və ulu öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. Bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda bərpa quruculuq fəaliyyəti sürətlə davam edir. Keçmiş məcburi köçkünlər ata-baba yurduna qayıdır.